Elvin Məmmədov nə qədər təcrübəli futbolçudur, necə hiss etdi bu vəziyyəti, sona qədər topa getdi və yekunda da az qala şans əldə edəcəkdir. Daha bir hücum cəhdi, Elvin topa çatacaq, Rəhman Hacıyevdən qəbul elədi. Qarşısında Moldovalı futbolçu bir neçə fint, sol ayağı ilə ötürmə və avtogol! 32-ci dəqiqəsinin lap sonunda İllik havada hesab açır. Bizim elə bilmədiyimizi özləri etdilər. Hesab açılır, 6 nömrəli futbolçu Yohan Yardan idi. Səhv etmirəmsə bu topu yaxın küncdən birbaşa qapıya göndərən, əslində ötürmənin qarşısını kəsməyə çalışdı. Amma Elvin Məmmədovun ötürməsindən sonra top ona deyərək qapıya daxil olur, hesab açılır. Elvin Məmmədov yenidən Moldova ilə görüşdə komandamızın qəhrəmanlarından birinə çevrilir. Çünki bu qolun vurulmasında qolu yaradan odur. Sözsüz. Diqqət yetirək, bir qədər əvvəl həmin Yardan Şəmsəddin belə tərəf elədi soyadını, mən də deyim. Sinəsi ilə ötürmə vermişdi qapçısına. Riskli oynamışdı, indi burada yox. Top 4 nömrəli futbolçudan, 7 Katalin Karpdan. Çünki Yardan qarşılayırdı Elvin Məmmədovu. Çiğni ilə. Başı ilə də yox, çiğni ilə də. Avtogol hər necə olsa cəhdlər bəhrə verdi. Bilimiz dünya futbolunda düşünmürəm ki, o qədər də çoxlu sayda futbolçular var ki, avtogola çiğni ilə imzasınlar. 1-0 milli komandamız Moldova'ya görüşdə planlaşdırdığı kimi birinci hissədə hesabda öne keçir. İki halda milli komandada ciddi hücumçu problemi var və bu da olmaz vaxt. Şu mərkəz hücumçusuna ehtiyac var. Ruslan çalışır və hələ ki fərqlənə bilməyib. Burada ilk gol olacağı gözür. İndi geriden ötürmə, bax belə hücum və gol. Durduğumuz yerde gol bıraktı oyunun 44. dəqiqəsində Aleksandr Antonyuk. Geriden cəmi bir kəsərli ötürmə gəldi Moldova millisində. Bu da müdafiənin mərkəzindəki bizim qorxduğumuz başımıza gəldi. İlk çətin bir vəziyyət yarandı. Müdafiənin mərkəzi ilə müdafiəmizi mərkəzlə yarmağa çalışdılar və bunu bacardılar. Bir ötürmə ilə həm Bədavi Hüseynov, həm Maksim Medvedevi kəsdilər. Yekunda da gol gəldi. Aleksandr Antonyuk fərqlənir. Moldova millisinin yeganə gol şansı birincisi də dərhal top qapımızda. Bax belə, sakitləşmə, yarxanlaşma olmazdı deyirdik. Buraxılan qoldan sonra irəliyə getdilər, bir neçə hücum yaratdılar və istədilər. Əmirquliyev, Əfran İsmailov. Yeni də Əmirquliyev burada gəldi, topu qəbul edir. Cənabəsində 2 nəfər Əmirquliyevin yerli ötürməsi. Ağabala Ramazanov, bax bunu dedik. Ağabala Ramazanov milli komanda heyətinin ikinci maçında cəmi 4 dəqiqə ikincidə meydançıda oldu və fərqi komandamızın xeyrinə hesabı dəyişir 2-1. Əhsən, sağ ol, var ol Ağabala. Bütün komandanı təbrik edir. Meydana daxil olan olmaz, öz sözünü deyir, golunu vurur, hesabı bizim xeyrimizə dəyişir. Azərbaycan 2, Moldova 1. Sevinç əksiz-ucsuzdur. Rahid Əmirquliyevin özünün başladığı hücum özü də davam edir. Çox gözəl açıldı Ramazan cərimə meydançasında. Bir toxunuşla şans vermədi burada Eliyaçı Banuya 2-1. Və Robert Prasinyeçkinin gol sevinci Rahid Əmirquliyevin hücumlarda o qədər fəal iştirak etmədiyini dediyi birinci hissədə. Amma budur, kapitanımız hücuma qoşulan kimi məhsullar ötürmə ilə yadda qalır. Qolu Ağabala Ramazanov vurur. Yeri gəlmişkən elə Xəzər Lənkəranda da bir-birləri ilə oynayıblar, davranışlarını bilirlər, oxuya bilirlər bir-birlərini və yekunda bu iki futbolçu da elə qolu gətirib yekunda vurdular. Biri ötürmə etdi, digəri qol müəllifi oldu. Fasilədə ilə dəyişiklik dərhal bəhrə verir. İkinci sənə əvvəlində millimiz hesabda önə keçir. Sumqayıtın forvardı fərqləndi. İndi Moldova hücumu. Hücumcu bel olmalıdır Ramazanov kimi.